Salam, hər vaxtınız xeyir olsun. Əgər evdə bir stəkan mürəbbə suyunuz varsa, onu asmayıb dəyərləndirə bilərsiniz. Necə? Gəlin sizə göstərim. Bizə lazımdır 1 ədəd yumurta, 100 qram kəsmik, 1 armudlu stəkan mürəbbə suyu. Bunların hamısını əlavə edib qarışdırırıq. Sonra isə 1 paska qabartma, 1 paska vanil əlavə edirik və 100 qram çərə yağını əridib yenə əlavə edib qarışdırırıq. Sonda isə un əlavə edirik, qarışdırırıq. Qeyd edim ki, kütlənin nə çox yumuşaq, nə də ki bərk olmamalıdır və gördüyünüz formada kökə şəklində tutub fırına veririk. Və mən axşam üstü bişirdiyim üçün axşam menyumu da sizlər üçün çəkdim. Axşama isə spagetti və üstünə padlivka bişirdim və gördüyünüz kimi yeməklərim hazır oldu və şəkər çörəyim də hazırdır. Necədir? Əgər bəyənsəz, videoma like edib məni takib etməyi unutmasınız. Öncədən təşəkkürlər. Hələlik.